Salam gözəl insanlar, necəsiz? İstədim videoya belə giriş eləyim ki, İgid o insan deyil ki, ChatGPT-dən özünə status yazdırsın, LinkedIn postu yazdırsın. İgid o insandır ki, ChatGPT-dən istifadə edəndən sonra onun yazdığı bir cavaba baxsın, təhlil eləsin, analiz eləsin, anlasın ki, süni intellekt hələ insan intellektinin önünə keçə bilmir. Salamlar, mən Pəri. Bu videoda sizə süni intellektin zərərləri ilə bağlı danışacağam. Bayaqdan ora baxırmışam, bura baxmalıyam. MIT-nin yeni araşdırmasında, MIT-ni bilməyənlər üçün Massachusetts Texnologiya İnstitutu Amerikanın ən yaxşı universitetidir, səhv etmirəmsə. Yeni araşdırmalarında bu məlum olub ki, süni intellekt insanların tənqidi düşüncə bacarıqlarını zəiflədir. İnsanlar cavabları daha az yoxlayırlar, onlara verilən məlumatları, informasiyaları ümumiyyətlə yoxlamağa tənbəllik eləyirlər və daha az sorğuluyurlar, daha az analiz eləyirlər və daha az tənqidi yanaşırlar. Bu araşdırmanı belə qısaca təsvir eləyə bilərik hətta. Məsəl üçün, araşdırmada insanlara esse yazmaq tapşırığı veriblər və deyək ki, sizi bir qrupa alıblar. Bu qrupda olan bütün insanlara böyük dil modelləri ilə işləməyi, yəni süni intellekt modelləri ilə, alətlərlə işləməyi məsləhət görürlər və onların esselərinin tamamilə süni intellekt vasitəsilə yazılmağını tələb eləyirlər. Bir digər qrup isə yalnız öz beyinlərini istifadə edərək esse yazmaq məcburiyyətində qalır və bu iki qrup fərqli şəkildə eyni anda esseləri yazırlar. Daha sonra isə daha çox böyük dil modellərinə istifadə edən qrupa öz beyinləri ilə esse yazmağı tapşırıq olaraq verirlər. Öz beyinləri ilə esseləri artıq yazmış qruplara isə böyük dil modellərindən, yəni süni intellekt vasitələrindən istifadə etməyi məcbur edirlər. Görünən budur ki, 3 dəfə süni intellektdən istifadə edib bir dəfə beyinlərindən istifadə etməyə çalışan istifadəçilər öz beyinləri vasitəsilə nəsə yazmaqda çox çətinlik çəkiblər. Onun əksinə 3 dəfə öz beyinləri nəsə yazmağa çalışıb, 4-cü dəfə süni intellekt vasitəsilə nəsə yazmağa çalışanlar isə məhsuldarlığında və intellekt səviyyələrində ya da belə deyək, çalışqanlıqlarında yüksəliş görünüb. Hər nə qədər insanlar gördükləri, istifadə etdikləri süni intellekt alətlərinə öz qardaşları kimi, bacıları kimi güvənirlər. Halbuki bu bədbəxt süni intellektin də özünün mənbəsi olan müəyyən datalar var və bu datalar heç vaxt qərəzsiz olmur. Lap arxaya gedəsə olsaq, süni intellekt iki əsas üsullarla işləyir. Mən bunu çox qürurla deyə bilərəm ki, təzəlikcə Google-un süni intellekt əsasları adlı kursunu bitirmişəm. Yəni mən Google sertifikatlı bir mütəxəssisəm artıq. Bunu deməsəm insanlar ciddi almırlar, ona görə bunu deməyə məcbur hiss etdim özümü. Süni intellekt iki əsaslarla işləyir, əsasən iki əsaslarla işləyir. Bunun biri qayda əsaslıdır. Bu nə deməkdir? Yəni süni intellektin qarşısına bir qaydalar toplusu qoyuruq və o süni intellekt alət və yaxud da app, tətbiq, model, bot nədirsə artıq həmin qaydalara uyğun olaraq bizə yeni cavablar verir və bu qaydalardan kənara çıxmır. İkincisi isə machine learning sözünü bəlkə çox eşitmisiniz, maşın öyrənməsi üsuludur. Bu nə deməkdir? Süni intellekt öz-özünə öyrənməyə başlayır. Məsələn, bir dəfə siz hansısa bir maili spama atırsınız. Süni intellekt o mesajı, maili məsələn skan eləyir və anlayır ki, bu mesajda spam olunan şey nədir. Və bundan sonra o mesaja, o mailə oxşar bütün mailləri və yaxud da müəyyən mailləri spam atmağa davam edir sizin əvəzinizə. Yəni bir növ süni intellektinizi siz özünüz əhilləşdirmiş oldunuz. Buna həm də süni intellektin train etmək deyirlər. Əsasən termin bu cür istifadə olunur, əhilləşdirmək dediyimiz şey. Və bu gün bizim ən çox istifadə etdiyimiz üsullardan biri, alətlərdən biri generativ süni intellektdir. Yəni generative AI çox fərq elədir. Məsələn, ChatGPT, Midjourney, Dolly və bir çox buna bənzər alətlər, modellər, botlar. Biz özümüz hər şey başa salmamış, bir-iki dənə promptla qarşımıza bütün dünyaları sərirlər. Nəyin hesabına? Əlbəttə ki, onların dataları hesabına. Bəs bunlar bu boyda şeyi hardan bilirlər? Çünki açıq mənbələr var. Onlar bu məlumatları, bilgilərin hamısını açıq mənbələrdən götürürlər. Bəs bütün açıq mənbələrin gicbəsər şeylər olmadıqlarından əminikmi? Məncə yox. İnternet böyük bir bataqlıqdır və o bataqlığın içərisindən yığılan bütün datalar gəlib bizə ChatGPT-ə cavab olaraq geri qayıdır. Və bu da çox gözəl bir əslində tənqidi bir baxış olmalıdır ki, bizim üçün. ChatGPT-in bizə verdiyi hər cavaba inanmamalıyıq. Midjourney-nin bizim qabağımıza gətirən hər vizuala inanmamalıyıq və əlbəttə ki, sosial mediada qarşımıza çıxan hər videoya inanmamalıyıq. Əgər xüsusən də bu video ultra gülməli, ultra dəhşətli, ultra emosiyalar yaradırsa bizdə. Yəni, məsələ süni intellekt, nənələri müsahibə apardım, Midjourney ilə videolar çəkdim, nənələr belə danışdılar falan. Bunların hamısı əyləncəlidir və əlbəttə ki, əyləncə eləmək hamımızın haqqıdır. Yaxşı eləyirsiniz, əcəb eləyirsiniz. Amma ara sıra özümüzə tənqidi suallar verməyin vaxtıdır deyə düşünürəm, eləməliyik deyə düşünürəm. Çünki süni intellekt bizim işimizi əlimizdən ala bilər, almaya bilər, dünyanı robotlar xilas edə bilər, qurtara bilər.
tamamilə işğal edə bilər, hər şey ola bilər. Trumpın ikinci dəfə ölkə başçısı seçildiyi bu dünyada hər şey ola bilər. Amma onu unutmayaq ki, suallar vermək həyat qurtarır. ChatGPT-nin bizə verdiyi bir cavaba yox düz demirsən demək və yaxud da bizə verdiyi mənbə ki, ChatGPT o qədər çox yalan mənbələr uydurur ki, məsələn, deyirsən ki, bu filan şeylə bağlı mənə məqalə tövsiyə elə. Məqalənin başlığını götürür başqa bir məqalədən və deyirsən ki, müəlliflərin adını da qeyd elə. Bu arada mən o qədər etik bir ChatGPT istifadəçisiyəm. Məcbur edirəm ki, hər şey məni tam desin. Əlbəttə ki, deyə bilmir. Dediyim kimi, məqalənin adını götürür başqa məqalədən. Deyirəm ki, müəlliflərin adlarını ver. Götürür başqa 3-4 dənə müəllifin adını yan-yana gətirir, qoyur və heç olmayan bir mənbə yaradır. Yəni bu süni intellekt əlbəttə ki, insan beyni qədər mükəmməl olmadığı kimi ki, insan beyni də o qədər mükəmməl deyil. Bu cürə səhvlərlə və bu qədər səhvlərə yol verən süni intellekt alətinə hər şeyi yükləyib ondan mükəmməl cavablar gözləməliyik. Və dediyim kimi, insan olaraq süni intellektdən biraz daha intellektli, ağıllı varlıqlar olaraq bizim sual verməyimiz, qarşımıza çıxan hər süni intellekt materialını, vizualını, tekstini, kontentini analiz eləməyimiz vacibdir, önəmlidir, əhəmiyyətlidir. Və süni zəkanın zərərləri hələ belə bitmir. Süni zəkaların, süni intellekt alətlərinin, botlarının, vasitələrinin 5 əsas zərərverici hissəsi var. Bunun biri allocative harmdır. Bunu necə tərcümə edeyim bilmirəm. Allocative yəni ayrılan şeylərə aid olan zərərlər. Məsələn, belə misal verə bilərəm. Tutaq ki, bir şirkət öz işə alma prosesini avtomatlaşdırıb və süni intellektdən istifadə eləyir. Bu halda ona ayrılan qaydalar vasitəsilə bir çox uğurlu namizəd hər hansı bir qaydalar səbəbindən və süni intellektin insan kimi həmin an reaksiya verməməyi səbəbindən iş üçün uyğun görülməyə bilər sistem tərəfindən. Və yaxud da biraz inkişaf etmiş sistemlərdən danışaq. Tutaq ki, hansısa bir bank kredit vermə sistemini avtomatlaşdırıb və ola bilər ki, müəyyən demoqrafik qruplara aid olan insanlara ümumiyyətlə məsəl üçün kredit vermir hansısa bir səbəbdən. Ya da ki, hansısa bir demoqrafik qrupda olan bir insan indiyə kimi kredit ödəməyib deyə vaxtında. Ona aid olan digər qrupda olan insanların heç birisinə kredit vermir. Yəni bu kimi insan toxunuşu və insan düşüncəsi, analizi olmalı olan məqamlarda süni intellekt kimlərisə hansısa qrupları təcrid edə bilər, diskriminasiya edə bilər, onlara qarşı qərəz yarada bilər və yaxud da yaranmış ola bilər. Yarandığı üçün də onlara daha az imkanlar tanıya bilər. İkincisi quality of service harm deyilir. Yəni xidmətin keyfiyyəti ilə bağlı olan zərər. Məsələn, bilirik ki, ChatGPT-ni açıb və yaxud da Gemini-yə açıb səsləndirsək, əgər danışığımızda bir fərqlilik, qüsur yoxdursa, bizim səsimizi normal oxuya bilər. Amma Azərbaycan dilində o qədər çətinlik çəkirəm ki mən. Amma məsələn, danışığı ilə bağlı hər hansı bir dəyişiklik olan, standart insanlar kimi danışa bilməyən, danışmayan, hansısa bir səbəbdən danışa bilməyən insanları nitqini oxuya bilmir, anlaya bilmir. Bu da əlbəttə ki, diskriminasiya yaradır. Çünki əgər mənim nitqimi oxuya bilirsənsə, kəkələməsi olan insanın da oxuya bilməlisən. Çox maraqlıdır ki, əslində dünyanın bu günündə hamının bir-birindən diskriminasiya olunduğu və dəli kimi bərabərsizliklərimizin danışıldığı bu gündə əlbəttə ki, süni intellektdən bunu gözləmək biraz ütopikdir, amma ütopik olmamalıdır. Nə dünyada, nə süni intellektdə. Digər bir şey representation harm, yəni təmsilçiliklə bağlı zərər. Sözsüz ki, dediyimiz kimi, süni intellekt müəyyən datalardan ala bilir öz məlumatlarını və deyək ki, əgər ChatGPT gedib bütün qadın düşməni olan medialardan öz datasını alırsa, onun üçün qadın evdə qalıb evdar qadın olmalıdır bəlkə də. Kişilər isə yalnız mühəndis kimi daha dəyərlidirlər, evə pul gətirən kişi kimi dəyərli ola bilərlər. Bunun hər ikisi biri qadınlar üçün, biri kişilər üçün müəyyən zərərlər yaradır və yaxud da əgər LGBTQA icmaları davamlı olaraq hansısa bir xəbərdə, hansısa bir datada kriminallaşdırılırsa və yaxud da fərqliləşdirilirsə, ötəkiləşdirilirsə türklər demiş, o halda əlbəttə ki, süni intellekt bunu təkrarlayacaq. Digər bir şey isə sosial sistem zərəridir. Məsələn, deepfake-lər səbəbi ilə, süni intellektlə yaranmış müəyyən videolar səbəbi ilə yeni vizuallar yarana bilər, yeni səslər yarana bilər, tekstlər yarada bilər. Bu isə əlbəttə ki, cəmiyyətin çaşqınlığına səbəb ola bilər. Mən o gün TikTok-a açdım və 20 yanvar körpüsünün dağıldığı ilə bağlı deepfake videosu gördüm. Yaxşı ki, mənim tənqidi düşüncəm kifayət qədər inkişaf edib, buna görə əlbəttə ki, buna inanmadım. Birincisi, onsa vizuala baxanda anlamaq olur ki, bu real deyil. İkincisi isə ona baxan kimi əgər inana bilmirsənsə belə, yəni gedib şərhləri oxumaq, tarixə baxmaq, kim paylaşıb ona baxmaq və daha sonra gedib xəbər saytlarına bununla bağlı informasiya axtarmaq həmişə daha yaxşıdır, nəinki o saat panikaya düşməkdənsə.
Digəri isə şəxsi zərərlərdir. Bu nə ola bilər? Biz ChatGPT-yə güvənmişik, inanmışıq, dost dediyimiz adama kürəyimizi vermişik və bir də görürük ki, ChatGPT bizim bütün datalarımızı satıb. Nə deməkdir? Məsələn, siz orada evinizlə bağlı hər hansı bir məlumat vermisiniz ki, mən falan yerdə yaşayıram. Artıq ancaq sən bilmirsən, bütün dünya bilir ki, sən orada yaşayırsan. Və yaxud da öz komandanızla bağlı, iş yerinizlə bağlı nəsə ChatGPT-dən bir sual vermisiniz və komandanızın mailini, insanların adlarını, maaşlarını və s. ora yazmısınız. Təbrik edirəm, artıq işsizsiniz, çünki böyük ehtimalla sizin verdiyiniz bu datalar başqalarından bölüşülə bilər. Yəni bunlar fantastik, distopik şeylər deyil, bunlar reallıqlardır. Bu zərərlər mövcuddur və hər an hər birimizin başına gələ bilər. Bundan qurtulmağın tək yolu sual vermək, anlamaq və süni intellektlə bağlı necə işləməli olduğumuzu, onu necə işimizə, gündəlik həyatımıza zərər vermədən adaptasiya edə biləcəyimizi anlamaq. Və bildiyiniz kimi, əgər daha da videolarımı izləmisinizsə, mən sevdiyim mövzuları və insanları məlumatlandırmaq istədiyim mövzular haqqında çox uzun-uzun danışa bilərəm. Bu mövzu haqqında çox danışa bilərəm, çünki onun qatları çoxdur. Amma bunu burada danışmaqdansa, mən bununla bağlı yeni bir onlayn kurs yaratdım. Bu onlayn kursda 5 videom var. Sizi yormadan elə bu videodakı kimi loro dildə, dostunuza danışırmışcasına sizə süni intellektin zərərləri və onunla bağlı necə tənqidi düşünməli olduğumuzu, onun zərərləri ilə bağlı daha ətraflı məlumat verirəm. Bu videonu izlədiyiniz vaxtdan 15 gün sonrasına qədər ki, qeyd olunub aşağıda açıqlama hissəsində tarixlər, siz onlayn kursuma qeyddən keçə bilərsiniz. Bu 15 günlük period ərzində qeyddən keçən şəxslər kursumu möhtəşəm bir endirimlə əldə edə biləcəklər. Daha ətraflı açıqlama hissəsində oxuya bilərsiniz və yaxud da daha ətraflı biraz daha suallarınız varsa, biraz daha öyrənmək istəyirsinizsə, Instagramdan mənə yazıb daha ətraflı məlumat ala bilərsiniz. Və belə, özünüzə yaxşı baxın, tənqid düşünməyi unutmayın, hər gördüyünüz şeyə də inanmayın. Növbəti videoda və yaxud da kursumda görüşmək ümidi ilə.